Azerbaycan Radyosu'nun Kızıl Fondu. Biri varmış, biri yokmuş. biri var idi, biri yok idi. Fatı qarı var idi. Fatı qarının qohumdan qardaşdan, oğuldan qızdan Daşdəmir adlı aman zaman bir oğlu var idi. Daşdəmir çox ağıllı oğlan idi. O yazıb oxumağı öyrənmişdi. Həm ağıllı, həm də igidliyi ilə şöhrət qazanmışdı. Daşdəmirgilin evləri şəhər kənarında bir dəyirmanın yanındaydı. Daşdəmir hələ 1 yaşında olduğu zaman bu dəyirmanda qəribə bir hadisə baş vermişdi. Bir gün səhər qonşular yuxudan durub gördülər ki, dəyirmançını da, arvadını da boğurlar. Qonşular nə qədər soraqlaşdılar, axtardılarsa heç bir şey tapa bilmədilər. Bu işdən sonra bu dəyirmana heç kəs sahib durmadı. Dəyirman yavaş-yavaş xarabaya çevrildi. Daşdəmir, bu dəyirmanda cinlər məskən salıb. Ora heç kim ayaq basmağa cürət eləməz. Sənin atanı da, zaman kişini də həmin bu dəyirmanda boğublar. Kim boğub? Əlbəttə cinlər, şeytanlar. Mən gedərəm o dəyirmana. Orada cin şeytan nə gəzir? Mən gecə vaxtı dəyirmana bir mıx çalıb qaydaram. Qaranlıq düşən kimi Daşdəmir mıx, balta, bir çubuq götürüb dəyirmana yollandı. Qaranlıqda biraz getmişdi ki, arxadan vahiməli bir səs eşitdi. Ey, kimsən? Dayan. Daşdəmir dayandı. Geri döndü. Dəyirmanın qapısında bir adam dayanmışdı. Üzünü də qara dəsmalla örtmüşdü. Təkcə gözləri işıldayırdı. Sən bilmirsən ki, bura cinlər məskən edir? Bura quş gəlsə qanad salmamış, qatır gəlsə dırnaq tökməmiş, adam gəlsə başını verməmiş qurtara bilməz. Sən cin deyilsən, adamsan. Əgər sən məni cin bilsəydin, mən səni bəlkə də buradan sağ bayıra buraxaydım. İndi sən mənim adam olduğumu bilibsən, gərək səni boğam ki, bu sirri heç kəsə deməyəsən. Bunu deyib üzü örtülü adam Daşdəmirə hücum elədi. Daşdəmir ağacla onun başına ilişdirdi. Üzü örtülü adam qılıncını sıyırdı. Daşdəmir balta ilə onun qılıncını vurdu. Qılınc qəbzəsindən qırılıb düşdü. Üzü örtülü adam işi belə görüb qaranlıqda yox oldu. Daşdəmir onu nə qədər axtardısa tapa bilmədi. Mıxı yerə çaldı. Ağacı, baltanı, bir də vurub yerə saldığı qılıncı götürüb evlərinə gəldi. Səhər müəllimi Mirzə Möhsünün yanına gedib əhvalatı danışdı. Oğlum, cin zat ki deyirlər, bunlar hamısı yalandır. Oradakı adamdır. Dəyirmançını da, onun arvadını da, atanı da öldürənlər olardı. İndi də səni öldürmək istəyirmiş ki, sirr açılmasın. Ancaq sən yaxşı eləmsən ki, bu barədə heç kəsə deməmsən. Bu cür sirləri ancaq tədbirlə, səbirlə açmaq olar. Qulaq as gör nə deyirəm. Bizim şəhərin padişahı cavan bir adamdır. Amma onun çox hiləgər bir vəziri var. Çoxdandır ki, şəhərdə böyük bir quldur dəstəsi əmələ gəlib. Onlar karvanların qabağını kəsib soyurlar. Padişah nə qədər əlləşirsə,
bu quldurları tapa bilmir. Bu kılıncı ki sen vurup kırmısan, bu şahane kılıncdır. Bak, burada padişahın nişanı da var. Belə kılıncları padişah en yakın adamlarına başlayır. İndi bilməliyik ki, bu kılınç kimindir. Ancak ehtiyatla tərpənmək lazımdır. Səbirlə iş görmək lazımdır. Daşdəmir evə döndü. Gördü ki, padişahın qoşun böyüyü Abbas bəy bunların həyətindədir. Abbas bəy Daşdəmiri görən kimi ucadan dedi. Ha, Daşdəmir, bu gecədən sizin evdə, bağ-bağça da mənimdir. İşi məhkəməyə vermişəm. Daşdəmir bu işə məhtəl qaldı. Səhər onu məhkəməyə çağırdılar. Məhkəmə başlandı. Abbas bəy ayağa qalxdı. Mən bu gecə yuxuda görmüşəm ki, evi bağça ilə bərabər mənim atam bunun atasına verilmiş. İndi mən istəyirəm ki, bağı da, evi də geri qaytarsınlar. Gör bu nə ağılsız adamdır. Özü axmaqdır. Elə bilir ki, hakim də axmaqdır. Heç yuxuda görməklə də bir adamın evini bir başqasına verərlər. Niyə gülürsə? Yaxşısı budur ki, get kişinin evini, bağını qaytar özünə. Hakim sağ olsun. Belə də iş olar. Nə olsun ki, yuxuda görüb? Məyər hər adamın yuxuda gördüyü şey doğru olar? Hər adamın yuxuda gördüyü doğru olmaz. Amma Abbas bəyin gördüyü doğru olar. O hörmətli adamdır. Padişahın qoşun böyüyüdür. Belə adam yalandan yuxu görməz ki. İndiki görüb, demək doğrudur. Sənə 3 gün möhlət verirəm. 3 günə qədər evi də, bağı da təhvil verməlisən. Daşdəmir padişaha ərizə yazdı. Lakin onun ərizəsi rədd edildi. Sonra Daşdəmir eşitdi ki, Mirzə Möhsün də, onun ağıllı qızı Nardan da yoxa çıxıblar. Daşdəmirin öz dərdi yadından çıxdı. Görəsən Mirzənin, onun qızı Nardanın başına nə iş gəlmiş olsun? Axşam idi. Təzəcə qaranlıq düşmüşdü. Daşdəmir qapını açır. Gələn ayağında çarıq, başında tüklü papaq, əlində dəyənək bir çobandır. Nə istəyirsən? Qonağam, şəhəri yaxşı tanımıram. Qəbul eləsən, bu gecəni sizdə yataram. Səhər də çıxıb gedərəm. Buyur içəriyə. Qonaqsan, gözüm üstə yerim var. Qonaq içəri gəldi. Fatı qarı çay qoydu, xörək gətirdi. Yedilər, içdilər, söhbətə başladılar. Kimsən? Mənəm, Daşdəmir. Sənə 3 sualım var. Üçünə də yaxşı-yaxşı fikirləş, sonra cavab ver. Birincisi de görüm, bu qonaq kimdir? Bu şəhərin adamı deyil. Dağlarda yaşayır. Sabah çıxıb gedəcək. İkinci sualım budur. De görüm, Mirzə Möhsünə kömək eləmək istəyirsənmi? Bu nə sözdür? De görüm, Mirzə Möhsün hardadır? Əvvəlcə de görüm, sən sir saxlamağı bacarırsanmı? Qadın bunu deyib çadırasının altından bir boşqab çıxartdı. Daşdəmirin qabağına qoydu. Boşqabda bir nar, bir top iynə, bir qayçı, bir varaq kağız, bir tikə ət, bir də bir bıçaq vardı. Daşdəmir bir söz demədən bıçağı götürdü. Əti tikə-tikə kəsdi. Qayçını götürüb kağızı doğradı. Sonra iynələri bir-bir nara sancdı. Aferin, aferin. Ancaq sən de görüm, bununla nə demək istəyirsən? Mən başa düşdüm ki, sən mənə gizli bir sir demək istəyirsən. Əgər mənim bədənimi
bu ət parçası kimi parçalasalar, bu kağız kimi tikə-tikə doğrasalar, bu nar kimi oxla doldursalar, yenə də bu sirri heç kəsə açmaram. Qorxma, danış. Mən Mirzə Möhsünün qızı Nardanam. Atam padşahın sarayına getdi, daha geri qayıtmadı. Ancaq atam qonşumuzla mənə bir armud, bir gavalı, bir əl dəyirmanı, bir parça dəmir, bir dənə də daş göndərib. Əl dəyirmanı ovdandır, daşla dəmir də sənsən. Amma armudla gavalını başa düşə bilmirəm. Qonağın yuxusu gəlir. Qoy anam ona yer salsın, biz keçək o bir otağa. Nardan, bu armudun adı Abbas bəyi armududur. Bu gavalıya da bağbanlar vəziri Alı deyirlər. Bax, atan demək istəyir ki, Daşdəmirin xaraba dəyirmanda başına gələn iş padşahın qoşun böyüyü Abbas bəylə bir də vəzirlə əlaqədərdir. Bu sirri hələlik gizli saxlamalıyıq. Atanın yerini öyrənməliyik. Onunla məsləhətləşməmiş bir iş görmək olmaz. Daşdəmir Nardanı yola salıb qonağın yanına qayıtdı. Əziz balalar, bilmək istəyirsiniz Daşdəmirin, Nardanın və Mirzə Möhsünün əhvalatı nə ilə qutarır? Onda sabah saat 20:50 dəqiqədə qulaq asa bilərsiniz. İndi isə sağ olun. Gecəniz xeyrə qalsın. Radiomuzun Qızıl Fondundan səsləndirdiyimiz nağıl 1972-ci ildə lent alınıb.